Qulaq, burun, boğaz üçü bir arada işləyirsə, bəs biri xəstələnəndə digərləri niyə xarab olur? Düşünürəm ki, bu orqanlar bir-birlərinə yaxındırlar, qonşu orqanlardır. O yüzden də birisində olan patoloji proses o birisində də özünü göstərir. Hər əyri burun əməliyyat tələb edirmi, yoxsa bəzən sadəcə xarakter göstəricisidir? Məncə bəzən xarakter göstəricisidir ki, çoxlu davakardır xəstə. Çoxlu davalardan çıxıb və burnu əyilib. Burun tıxanıqlığı olan adam niyə daha çox danışır? Sanki nəfəs ala bilmir, amma danışmağa enerji tapır. Sən bu suallardan tapmısan. Çünki ağzı hər zaman açıq olduğundan yəqin ağzından istifadə edir. Doktor, burnum tıxananda beynim də dayanır. Bu normaldır yoxsa mən tək adamam? Bu tez-tez eşitdiyimiz məsələdir. Burunla nəfəs almayan pasientlər sanki deyirlər ki, doktor, beynimə hava getmir, beynim yaxşı işləmir. Qoxu alma duyğusu emosiyalarla necə əlaqəlidir? Nəyə görə bəzi qoxular bizi birbaşa uşaqlığımıza aparır? Biz illərlə bəzi yaddaşımızda olan xatirələri assosiasiya edə bilirik. Burun çəpəri əyriliyi hər kəsdə görə bilərikmi? Bəs niyə bəzilərində heç simptom da yaşamır? Aha, çünki burun çəpəri əyriliyi olduğu pozisiyadan çox asılıdır. Bildiyimiz kimi hava bizim daha çox burnumuzun aşağı keçəcəyindən keçdiyinə görə burun çəpəri əyriliyi də həmin hissədə yerləşirsə, bu əlbəttə ki, sıxıntılar yaradır. Qulaqda küy eşidilir, bəzi insanların qulağında küy eşidilir, amma ətrafda heç bir səs yoxdur. Bu nə deməkdir? Qulağın içində kimsə var? Məncə də. Niyə burnumuzun iki dəlliyi var, amma eyni anda yalnız biri tam işləyir? Düyümdür sizə. Hər burunda balıq qulağı yerləşsə də, bunlar eyni zamanda çalışmırlar. Məsələn, sağ balıq qulağımız çalışırsa, burun sikli bir neçə saat davam eləyir. Bu müddətdə o birisi balıq qulağımız istirahət eləyir. Sonra isə sikl dəyişərək sol balıq qulağımız çalışır, sağ balıq qulaq bu zaman istirahət edir. Boğazımda tikan var kimi hissiyat var. Balıq yeməmişəm. Bəs nə tıxanıb orada? Reflüks özofagit olan xəstələrdə, yəni mədə şirəsi ilə problem olan xəstələrdə tez-tez rast gəlinir. Bunun nəticəsində boğaz hissəsində dediyimiz selikli qişa tez-tez mədə şirəsi ilə təmasda olduğundan qıcıqlanır və sanki yad cisim hissiyatı gəlir.